Şəxsən mən heç vaxt istəmərəm ki, məsəl üçün İran bu müharibədə, bu mübarizədə uduzsun. Heç vaxt bunu istəmərəm və mənim istəməyimdən asılı olmayaraq da İran bu müharibəni uduzmayacaq. Ola bilər. Onlar, mən bayaq dediyim kimi, ola bilər. Onlar binaları, şəhəri dağıtsınlar, xarab etsinlər. Ancaq insanların beynini onlar xarab edə bilməzlər, dağıda bilməzlər. İran nə Suriya deyil, İran nə İraq deyil, nə Əfqanistan deyil, nə Azərbaycan deyil. İran İrandır. Hal-hazırda da orada haqq davası gedir. Biz də bir millət kimi, bir İrani xalq kimi biz də İrana dəstəkdəyik. Bütün Talış milləti, bütün Talış xalqı. Onların indi əlbəttə ki, bizim elə böyük siyasi gücümüz yoxdur. İnşallah o da olacaq. Yəni ki, İran bilsin ki, nə qədər ətrafında İrani xalqları yığacaqsa, onlara kömək edəcəksə, onların inkişafına kömək edəcəksə, o qədər də İranın özü üçün də gələcəkdə də yaxşı olacaq. Ki, yəni ətrafında nətər, məsəl üçün, Amerika iqtisadi tərəfdən öz ətrafında kimlərisə yığıb bir problem olan kimi deyir ki, hücum eləyin, ya mənə kömək eləyin. Elə də gələcəkdə də İran gərək fikirləşsin ki, ətrafında İrani xalqları yığsın. İrani xalqlara dəstək versin ki, İrani xalqlar siyasətdə siyasi gücləri olsun ki, gələcəkdə bir problemlər olanda onlar da kömək elə bilsinlər. Mən ona görə deyirəm, bizim indi siyasi elə böyük gücümüz yoxdur, ancaq mənəvi biz İranın yanındayıq. Yəni bu bir həqiqətdir. Mən inanmıram ki, indi bir ola bilər, əlbəttə ki, cürbəcür insanlar var, ancaq mən inanıram ki, ən aşağısı, məsəl üçün 99% Talışlar, məsəl üçün İranın tərəfini tuturlar. İstəmirlər ki, İran uduzsun bu müharibəni.